Cinsi münasibət zamanı və yaxud da masturbasiya sonrası spermada müəyyən qədər qan və yaxud da qəhvəyi rənglilik görürük. Nə etmək lazımdır? Təlaşa ehtiyac yoxdur. Androloqa yaxınlaşırsınız. Bunun səbəbi mütləq dərəcədə araşdırılmalıdır. İnfeksiyalardan tutmuş onkologiyalara gedir. Yəni bədxəssiyyətli olacaq şəkildə biz bunları bölürük. İlk başda dediyim kimi infeksiyalardır. Sidik yolları infeksiyasıdır, prostatdır, xaya infeksiyalardır. Spermada rəngin dəyişməsinə səbəb ola bilir. İkinci yerdə travmalardır. Yəni aşağı nahiyəyə uygulanan travmalarda müəyyən qədər spermada qan görə bilirik. Üçüncüsü isə ən ciddiyə almamız mövzu isə onkologiyalardır. Yəni tümörlərdir. Prostat xərçəngində, xaya xərçəngində biz müəyyən qədər spermada qan görə bilirik. Bu halda mütləq dərəcədə bu qanın yaranma səbəbi araşdırılmalıdır və ona uyğun şəkildə müalicə alınmalıdır. Əgər siz spermanızda müəyyən qədər qan görürsünüzsə, bunu qulaq ardı etməyib mütləq dərəcədə bir androloqa yaxınlaşmalısınız ki, bunun doğura biləcəyi fəsadların da qarşısını vaxtında ala biləsiniz.